Herkese salam, mən Emir. Bugün sizlərlə dünyanın fəth eləmə oyununu oynayırıq. Amma videoya keçməzdən qabaq kanala abunə olub, like atıb, yorum etməyi unutmayın. Sizlərə onu bildirim ki, kanalımız уже 6 abunə olub. Çox sağ olun. İnşallah 10 abunə də olarıq və videomuza keçək. İndi burada bir ölkə seçdik. Biz Birləşik Krallığı seçdik. İngiltərə. Aha, gəldik. Şimdi İngiltərə nə inkişaf edir. Bir dəqiqə, bu son silahlar baxı. Hər neysə. İlk olaraq İrlandiyaya müharibə edək. Biz axı belə də gelişməmişdik. Hələ oyuna təzə girmişik özü də. Həmişə oyundan çıxırsan, oyun nədir, sıfırlayır sənin irəliləməli. İlk olaraq burasını alaq. Buradan bir əskərlərimizi gəmiyə mindirir. Sonra da ki İrlandiya tərəfdəki olan sərhədimizə göndərək. İrlandiyaya indi döyüşümüzü açacağıq. Əskərləri çıxartaq. Son dərəcə güclüdür çünki əskərlər. Rahat ala bilərik. İndi savaş elan elə. Hücum al bula. Dublini ələ keçirsək ölkə də düşdük. Onda işimiz asan da olur. Liverpool futbol takımının adıdır da. Biz işə alım 4 rütbəsindəyik. Sonra özəl rütbəsi gəlir onsuz da. Yaxşı, bizim silahlar maksdır. Amma zırhlar makslanmıyor belə. Aha, Dublini aldıq. İspaniya bizimlə bir müttəfiq istiyor. Yaxşı, elan elə. Gəl biz Portugaliyaya bir yerdə hücum çəkək. İspaniya. Gəl Portugaliyaya hücum çəkək. Nədirsə daha yoxdur. Bir dəqiqə, burada gəmimiz var. Çək. Deməli, hər şey makslandı. Deməli, onda biz əskər sayını basaq. Əskərə bastıq 17. Maşallah. Doludur. Bizi özünə nə ara gelişdirirlər? Savaş elan elə. Onu bu şəhərə götür. Buradan yol alacaq Portugaliyaya. Biz bu şəhərinə gələk, Porto şəhəri. Oradan da çıxaq. Yavaş-yavaş hücumlarımıza başlayaq. Aha, bura gələk. Gəmimiz yol aldı. Bizim buradan Fransa ilə də sınırımız var. Danimarkaya hücum çəksək görəsən. Gəlirik bura. Uje Portugaliyanı almalıyıq. Çünki əsas yerdə ora. İrlandiya aldı, onsuz da o asan idi. Bir dənə ordusunu Dublindən çəkmək lazım idi. Ordusu zəiflədikdən sonra geri çəkildi. Biz də ki rahatca aldıq orasını. Orası heç o problem deyildi. İndi bir dənə problem var, budur. Portugaliya ilə müharibə eləyəcəksən. Fransızlar yaxşı ki bizim ittifaqımızdır, yoxsa biz onları öldürəcəyik. Çünki ölkə zəifdir. Bu dəqiqə o dərəcədə də güclü deyilik. Aha, indi səni mən rahatca məhv ediblər. İndi qaçış yerin yoxdur. Nə oldu? Ordumu geri çəkməzdim, belə də olmazdı. İndi bizim qaçış yerimiz lazımdır.
Gel bu tərəfə al birinci. Bizim torpağımız ya da döyüş bununla yəni. Al. Biz gəmini geri çəkək. Gəmini geri çəkək. Bu əskəri də çəkək bura. Gəmi gələcək, çıxacaq ora. Oradan da dəstəyə göndəririk, elə bilin ki. Ordu təkdir orada. Tək başına da ki, dava salmaq olmayacaq. Burada problem yoxdur, amma burası tam bir qarğaşa çıxıb burada. Bizi bunlar məhv eləyərlər. Mən fransızdan müharibə açmaq istəmirəm. Sonra öz ordumu salacağım problemə. Şimdi bax, buradan limonu aç, bunu göndər. Ordunu. Bir qrup ordu daha göndərirəm. Gəl bura. Sən bir keç bu tərəfə də. Nə oldu, qaça bilmədiniz? Qaçmağa çalışır, elə vururlar. Düşmən ordusu ateşə tutur. Vur elə. Gəl ha. Az qaldı uşa. Sən bu tərəfə get. O tərəfə getmə, problemdir orası. Portoya gəl. Porto şəhəri. Biz bunun uşa torpağının yarı tərəfini işğal elədik, şimal tərəfini. Çıxart gəmidə. İndi sizi biz yandırdıq. Keçdi zərbimizə. 2 qrup ordu göndərdik. Hər 2 qrup da bir-birinə dava salır bu saatda. Biz Lizbonu keçsək, birimiz bir qrup ordu alırıq. Portugaliyada buradan rahatça gedir. Gəl, aldıq. Bizim doğrudan burada da bir balaca şəhərimiz var. Cəbəli Tarıq. Biz ordumuzu buradan çəkək, bir qrup ordu dayansın burada. Çünki ordumuzu buradan çəkməsək, yox, bizim üçün bəla olacaq. Bunlar bizə də hücum çəkəcək. Bilinmir, fransızlar güclüdür bu dəqiqə. Sən bir an bunu götür. Biz də o vaxta qədər Danimarkaya hücum çəkək. Videonun neçənci dəqiqəsidir artıq? 8-ci dəqiqəsi. Götür bura, götür. O 328.000 pulumuz olur. Biz onda orduya el bombaları basaq. Başqa nə basaq? Başqa da deyil. Kanat bir gücü verir. Lazımdır. Başqa nəyimiz var? Hava kuvvetləri. Bir dənə uçaq düzəlt. Görək. Sən də gəl bu yana da. Mantar köyümüzdən get. Biz Danimarkaya boşda olması gerektirir. Savaş elan edə. Niye hiçbirinin limanı yok diye? Gel burası sıcağı var akışına. Biz buradan da gedirik Danimarkaya. Artıq yəni bir balaca hissə fəth eləmişik. Öz torpaqlarımızı da yavaş-yavaş böyütürük.
bu gəmiyə mindirək. Filo ilə limandan çıx. Gəl bura bax. Norveçə ayda. Mən Norveçə niyə gedim? Doğrudan Danimarkaya eləmişdik də. Öz ordumuzla yavaş-yavaş gedirik ora. Çıraq. Acem olmuşuq. Piyadələr bu dəqiqə çox güclüdür bizdə. Heç kimin bizə qarşı gücü çatmadı. Təbii fransızlar bizə hücum çəkməzsə. Özü də sahibi Marşal deyə. Marşal, ordu marşalı. Norveçdən sonra gedirik Danimarkaya. Danimarkaya yol alacağıq. Ora hələ bir yan. Biz Danimarka alaq. Çatış. Bir boyunla müharibəyə. Fransa. Neçənci dəqiqədə? 11-ci dəqiqə. Danimarka işğal edək. Sonra baxarıq orasına. Videonu açan bağlamağa. Yavaş-yavaş hamısı gedir uşaq. Danimarkada getsin. Bu dəfə biz də uduza bilərik. Biz udaq. Ayda biz udaq. Bu döyüşdən sonra özlərini gelişdirirlər. Yox. İlk hərbi birliyi öldü uje. Danimarka. Zəiflətir hamısını da. Ay qalmadılar. Bir dənə var, o da Danimarkanın paytaxtında. Orada yavaş-yavaş gedirik. İsveç'i almağa vaxtımız çatmaz. Ona görə də orada videonu bağlayıram. Danimarka alan kimi. Kömək göndər. Mənə hücum çəkməsinlər təki. 113.000 dollar pul göndərdim ola. Yox, paytaxtı da alırıq, bitdi. Videonu burada bitirirəm. Yaxşı, sağ olun, özünüzə yaxşı baxın. Gələn videoya gəlməyi unutmayın.